Hədid surəsi Mədinədə nazil olmuşdur. 29 ayəd. Bağışlayan və mehriban Allahın adıyla. Göylərdə və yerdə nə varsa, hamısı Allahı təqdis edib şəninə təriflər deməkdədir. O yenilməz qüvvət, hikmət sahibidir. Göylərin və yerin hökmü onun əlindədir. Dirildən də, öldürən də odur. O hər şeyə qadirdir. Əvvəl də, axır da, zahir də, batin də odur. O hər şeyi biləndir. Göyləri və yeri 6 gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan odur. O yerə girəni də, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da bilir. Siz harda olsanız, o sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir. Göylərin və yerin hökmü onun əlindədir. Bütün işlər axırda ancaq Allaha tərəf qaytarılacaqdır. Gecəni gündüzə, gündüzü də gecəyə qatan odur. O ürəklərdə olanları biləndir. Ey insanlar! Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan onun yolunda xərcləyin. Sizdən iman gətirib mal dövlətini Allah yolunda sərf edənləri böyük bir mükafat gözləyir. Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl Allah siz ulu babanız Adəmin belində yaxud ruhlar aləmində olduğunuz zaman yalnız ona iman gətirəcəyiniz barəsində sizdən əhd almışdır. Əgər əvvəl-axır iman gətirəcəksinizsə, elə indidən gətirin. Bu sizin üçün daha yaxşıdır. Sizi zülmətlərdən nura, küfürdən imana çıxartmaq üçün öz bəndəsinə, Muhammed əleyhissalama açıq-aşkar ayələr nazil edən odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir. Ey insanlar! Sizə nə olub ki, mal dövlətinizi Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası, bütün sərvəti, eləcə də siz, öləndən sonra qoyub gedəcəyiniz malın hamısı ancaq Allahındır. Sizlərdən mal dövlətini fəthdən, Məkkənin fəthindən əvvəl Allah yolunda sərf edənlər və müşriklərə qarşı vuruşanlar başqaları ilə eyni deyirlər. Onlar mallarını Allah yolunda fəthdən sonra sərf edib, döyüşənlərdən dərəcə etibarı ilə daha üstündülər. Bununla belə, Allah onların hamısına, həm birincilərə, həm də ikincilərə ən gözəl mükafat, cənnət vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin? O da onun əvəzini qat-qat artırsın, onu həm də çox qiymətli bir mükafat, cənnət gözləyir. O gün, qiyamət günü ya Peyğəmbər, mömin kişilərin və qadınların səmimi etiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. Mələklər onlara deyəcəklər: bugün sizin müjdəniz ağacları altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız. Bu böyük qurtuluşdur.
uğurdur. O gün münafiq kişi və qadınlar iman gətirənlərə, bizi biraz gözləyin ki, nurunuzdan bir qədər işıq alaq deyəcəklər. Onlara belə cavab veriləcəkdir: geriyə dönüb işıq axtarın. Bu sözlərdən sonra onların, möminlərlə münafiqlərin arasına, qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir. Münafiqlər divarın içəri tərəfində olan möminləri səsləyib deyəcəklər: məyər biz dünyada sizinlə birlikdə deyildikmi? Möminlər belə cavab verəcəklər: bəli, bizimlə birlikdəydiniz. Lakin siz özünüzü nifaqla, ikiyüzlülüklə fitnəyə saldınız. Fitnəyə salıb məhvə düçar etdiniz. Siz möminlərin başına bir fəlakət gəlməsini gözləyirdiniz və Allahın birliyinə, Muhammed Aleyhisselamın peyğəmbərliyinin həqiqiliyinə şək edirdiniz. Allahın əmri, ölümünüz gəlib çatana dək sizi xam xəyallar aldatdı. Sizi Allah barəsində, Allah rəhimlidir, bütün günahlarınızdan keçər, sizə heç bir cəza verməz deyə o tovlayan şeytan tovladı. Ey münafiqlər! Bugün artıq nə sizdən, nə də kafirlərdən günahlarınızın bağışlanması üçün heç bir fidyə qəbul olunmaz. Məskəniniz cəhənnəmdir, sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır. İman gətirənlərin qəlblərinin, Allahın zikri və haqdan nazil olan Qur'an üçün yumşalması vaxtı gəlib çatmadı mı? Onlar özlərindən əvvəl kitab verilən kimsələr, Yəhudilər və xaçpərəstlər kimi olmasınlar. Onlarla öz peyğəmbərləri arasında uzun bir müddət keçmiş və öyüd nəsihəti unutduqları üçün qəlbləri sərtləşmişdir. Onların çoxu Allaha asi olan fasiqlərdir. Ey insanlar! Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə ağlınız başınıza gəlsin. Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl, könül xoşluğu ilə borc verənlər üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir. Allaha və peyğəmbərlərinə iman gətirənlər, məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər, özündə sözündə doğru olanlar və şəhidlərdir. Onların qiyamət günü öz mükafatları və qıl körpüsü üstündə onlara yol göstərəcək öz nurları vardır. Kafir olub, ayələrimizi yalan sayanlara gəldiydi isə, onlar cəhənnəmli idilər. Ey insanlar! Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki, məhsul, əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Dünya malını aldadanları, ahirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir. Ey insanlar! Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və onun peyğəmbərlərinə iman gətirənlərdən ötürü hazırlanmış cənnətə nail olmaq üçün yaxşı əməllər etməkdə bir-birinizi ötüb keçməyə çalışın. Bu Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür, mərhəmətdir.
Allah çox böyük lütf, mərhəmət sahibidir. Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o bir kitabda, lövh-i məhvuzda yazılmamış olsun. Bu Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz. O kəslər ki, həm özləri xəsislik edər, həm də xalqa xəsis olmağa əmr edərlər. Kim Allahın əmrlərindən, öyüd nəsihətindən üz döndərsə, ancaq özünə zərər edər. Həqiqətən Allah ehtiyacsızdır, şükrə və tərifə layiqdir. And olsun ki, biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə, möcüzələrlə göndərdik. Biz onlarla birlikdə Allahın hökmlərini bildirən səmavi kitab və ədalət tərəzisi şəriət nazil etdik ki, insanlar bir-biri ilə ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad, nazil etdik. Mədənlərdən çıxartdıq ki, Allah özünü görmədən ona, onun dininə və peyğəmbərlərinə kömək göstərənləri, dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri bəlli etsin. Həqiqətən Allah yenilməz qüdrət, qüvvət sahibidir. And olsun ki, biz Nuhu və İbrahimi peyğəmbər göndərdik. Peyğəmbərliyi və kitabı, Tövratı, Zəburu, İncili və Qur'anı onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə Allahın itaətindən çıxmış fasiqlərdir. Sonra onların ardınca Musa, İlyas, Davud, Süleyman, Yunus və başqa peyğəmbərlərimizi yolladıq. Onlardan sonra Məryəm oğlu İsa'nı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik, tərki dünyalıq icad etdilər. Biz onu, rahibliyi onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. İncili təhrif edib, İsa'nı Allah bildilər. Muhammed əleyhissalamın peyğəmbərliyini dandılar. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə Allaha asi olan fasiqlərdir. Ey iman gətirənlər! Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən 2 pay versin. Sizə qıl körpüsü üstündən gedməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir. Muhammed əleyhissalama iman gətirməyən kitab əhli bilsin ki, onlar Allahın lütfüne, mərhəmətinə, dilədiyi kimsəyə peyğəmbərlik əta etməsinə heç bir vəclə mani ola bilməzlər. Şübhəsiz ki, lütf, mərhəmət, nemət Allahın əlindədir. Onu istədiyinə bəxş edər. Allah çox böyük lütf, kərəm sahibidir.